Salam əziz dostlar, xoş gördük. Necəsiz, yaxşısınız? Mən biraz ortalıqda oturum. Bir iki üç nəfər də qonaq çağıraq görək ki, nələr var, nələr yox. Salam dostlar, xoş gəldiniz. Mən bir iki nəfər də dəvət edeyim qonaq. Sonra dərsimizə başlayaq. Sizlərdən də xahiş edeyim, əgər imkanı olsa share eləyin videonu. Bəlkə dostlardan istərlər sizin vasitənizlə qatışalar. Siz sağ olun ki bu programa qoşulursunuz. Teşekkür ederim. Tamam. Bir dəfə də salam ərz edirəm, xoş gəlmisiniz. Çox sevinirəm ki, bu günləri yenə də cuma axşamıdır, amma xidmətinizdəyəm. Güney Azərbaycan Milli Fəallar üçün jurnalizm dərslərinin 24-cünə başlayırıq. Birinci qismətdə, teori qismətində aracılar haqqında ya xəbərləşmə aracıları haqqında danışaq. Arac bilirsiniz, yəni vasitə ya alət, əbzar, vəsilə, farsca və ərəbcə.
Heç birisi, bunlar dediyim, heç birisi farsça deyil, hamısı ərəbcədir. وسایط یا وسایل ارتباط در خبرگیری یا وسایل خبرگیری فارسça. Və bu əlbəttə inkişaf yolunda. Orada inkişaf məsələsində açırıq. Bilirsiniz, indi inkişaf bəhslərində yox, توسعه bəhslərində yox. O məmləkətləri ki توسعه tapıblar və o məmləkətləri ki توسعه tapmaq halındadılar, o məmləkətləri ki توسعədən dalıya qalıblar, o məmləkətləri ki توسعədən dalıya qaldırılıblar, saxlandırılıblar. Bu 4 bölümü bəhs edirik və orada deyirik ki, nə cür? توسعه tapmış məmləkətlərdə, yəni Amerikada, Avropada, Kanadada, hətta Rusiyada vəsail irtibatı xəbəri, xəbər araçları çox inkişaf tapdı. Baxın, xəbər inkişafları qədim bir xəbər bu şəhərdən o şəhərə nə cür gedərdi, indi nə cür gedir? Bu məmləkətdən bir ayrı məmləkətə xəbər nə cür gedərdi, indi nə cür gedir? Qədim, əski zamanlarda insanlar musafirət yolu ilə, tacirlər, musafirlər yolu ilə xəbər bir şəhərdən bir şəhərə, bir məmləkətdən bir məmləkətə gedərdi. Əgər musafirət olmasaydı, insanlar o şəhərdən, xaricdən heç xəbərləri olmazdı. Sonra bir zaman namə yola düşdü. Yəni, insanlar özləri də gəlməsəydi, gələnlərlə namə göndərirdilər, məktub göndərirdilər. Və bu yazılar vasitəsilə yenə də xəbər gəlirdi. Üçüncü mərhələdə insanlar çapar qoydular. Çapar bildiyiniz kimi hətta Farsda da işlənir, o birisi yerlərdə də işlənir. Hamısında türkcə işlənir. Yəni bir insanlar için işləri atı çapmaq idi. Bunlar dövlətlər, məsələn, Səfəviyyə dövrəsində şahların əmri ilə hər neçə kilometrdən bir dana karvansara düzəltdilər. O karvansara əslində bir dana bazarı məhəlli idi. Yəni bir yerdə idi ki, bir günlük yolla insanlar gələrdi, orada cinslərini satardılar, axşam dönərdilər evlərinə. Amma bir günlük yoldur. Yəni gəlib getmək bir günə çatardı. Bəzi adam eləyə bilərdi biraz tez, bəzisi biraz gec gəlsin, qalıb o məsafətini. Amma oranın bir yeri vardı, orada at saxlardılar, atlar hazır olardı. O çapar ki gəlir bir ayrı şəhərdən, ora yetişərdi, bir sandviç indi deyirlər, amma o zaman dürmək deyərdilər. Dürməyin alardı, o birisi ata minərdi. O atla gedərdi, o birisi yerdə gecə eləsəydi, o getməzdi, o qalardı, istirahət elərdi, yorulardı, yorulubdu, yatıbdı. Atı o birisi orada olan məmur minərdi, bir taza ata gedərdi, hey belə gedərdilər. Yenə də hər kəsən qeydərdi, məsələn, cavabından ya bir ayrı məktubundan qeydərdi dalıya. Bunlar da çapar deyərdilər, yenə də xəbər çox sürətli idi, amma məsələn, Tehrandan Təbrizə bir dana xəbərin gəlməsi 24 saat sürərdi. Ya 40 saat sürərdi. Bu hududda bir zaman aparardı. Yəni o 600 kilometri məsələn 10 yerə bölərdilər, ya 12 yerə bölərdilər, ya 16 yerə bölərdilər, adına mənzil deyərdilər və bu mənzildən mənzilə görərdiniz ki, məsələn, hər iki mənzili bir nəfər qaçır, at sürür, çapır, yenə də bir dənə xəbər çox uzun zaman çəkir. Bir ayrı xəbərləşmək yolu, diqqət eləsəz, baxın, hamısında bir uzun məsafə var da, çox uzun zaman olur. Bir ayrı məsafə yolu Azərbaycanda çox işlənibdir bu. Dağlar başında od yandırmaq və duman, ya tüstü çıxartmaq. Tüstüyə biz tüstü deyirik, Türkiyəlilər duman deyirlər. Biz duman buluta deyirik, dumana deyirik, amma onlar duman deyirlər hər halda. Və
fikir edirəm dumana da hiss, sis belə bir şeylər deyirlər. Bizdə də əlbəttə hiss də, sis də işlənir duman haqqında. Bizim türkçəmizdə, Azərbaycan türkçəsində. İndi görürdünüz ki, məsələn, istəyirlər xəbər versinlər, hətta bunu deyirlər Dariuş dövrəsində. Deyirlər. Dariuş dövrəsində də gəltirlər bir də qələ yox, amma cıqqılı dairə. Məsələn, indiki məscidlərin minarəsi kimi bir şeylər düzəldirdilər. 20 metr, 30 metr, 10 metr ucalığında, boyunda. İnsanlar çıxırdılar onun üstündə bir xəbəri yetirmək üçün, əlbəttə qıssa xəbərləri, uzun xəbərləri yox. Qıssa bir xəbəri yetirmək üçün cəngidir, sülhüdür, nə həmlə olur, nə bilim filankəs mərizdir, şah öldü, belə bir mühüm xəbərləri yetirmək üçün oradan odundan əlamət verirdilər. O dili deyirlər ki, Morsa yaxın bir dilmiş. Yəni sonraki telgraf çıxdı. O telgrafın usulu od aracının usulundan istifadə edir. Deyirlər, məsələn, bunun o yeri ki, onun içində bu odu yandırırdılar. Onun açıq yerləri indi, pəncərəsi idi, nə idi? Oranı bir parça ilə açıb bağlamaqla, o fasiləyi ki, bu parçanı açıb bağlırdılar, onunla eləyə bilirdilər o birisi borca ki, indi bir 10 kilometr, 20 kilometr, 50 kilometr fasilədədir və ora getmək məsələn bir zaman aparar, ya dağla, o dağın arasında eşidəcəklər. Ondan görsədirdilər, o orada oxurdu, bu pəyam dəfələrcə təkrar oldu. Yəni, mümkündür bir dənə pəyam, bir dənə mesaj 50 dəfə təkrar olsun. Çünki bu 4 tərəfdən görünməlidir, 4 tərəfdən bunu anlamalıdırlar, yazmalıdırlar. Sonra bunu eyni halda müxabirə eləməlidirlər qabağa. Bu adamlar da yenə təlim görürdülər, bu xəbərə hazır olurdular. İndi ya istihdam məhəlli idilər, ya dövlətə, ya əskərə, orduya istihdam idilər. Bunların da təxəssüsü buydu ki, bu od morsu başarırlar. Gecələr, günüzlər tüstü ilə, yəni günüzlər odu bir cür yandırırdılar ki, ondan fəqət tüstü çıxsın. Gecələr yalavın işığı ilə, ya alavın işığı ilə, odun işığı ilə bu morsu verirdilər. Günüzlərdə o tüstünü boğub ötürməklə, üstünə bir şey sərirdilər, onu açıb ötürməklə bu morsu yaradırdılar. Amma bunun iradı buydu ki, o zaman insanlar yağışlıqdır, qarlıqdır, dumanlıqdır, onlarda bunları görmürdülər və pəyam yetişmirdi. Yəni morsun vəsətdə kəsilirdi. Xəttə telefon elə bir indi kəsiləməsin. Sonki mərhələdə insanlar telgrafı tapdılar. Telgraf buydu ki, insanlar bir xərc əvvəldə qoyurdular, sim çəkirdilər. Uzun yolları, tamami yerləri ki, istəyirdilər, onlara xəbər getsin, onlara sim çəkirdilər, dirəklər qoyurdular, dirəklərdən simləri bir-birinə yapışdırırdılar, hər bir neçə yerdən, bir neçə kilometrdən, bəlkə 100 kilometr, bəlkə 200 kilometr, bəlkə 500 kilometrdən bir dənə şöbə qoyurdular, orada bir nəfər otururdu, bu telgraflar əgər ora gəlsəydi, o orada alırdı, ola ki, ona rəbti yoxdur, o da gedirdi. Bu adamlar da yenə gedirlər, təlim görürdülər və bu əlifbanı, Morse əlifbasını nə cür yazarlar, nə cür oxuyalar bunu öyrəşirdilər. Həm onun yazmağı bir elmidir, həm onun oxuması bir elmidir. Oxuyan gərək bunu məmuli əlifbaya çöndərək. Məsələn deyirəm, 2 dənə əlif, 2 dənə nöqtə dalbadal, yəni məsələn əlif, 3 nöqtə dalbadal, yəni B, 4 nöqtə dalbadal, yəni məsələn T, 4.1 biraz dur, idamə ver, bir dana, yəni P, 4 nöqtə dur, 2 dana dalbadal, eyni virgül kimidirlər bunlar. Dururlar deyəndə bir qıssa durursan, idamə verirsən. Məsələn, 1, 2, 3, durur bir zərrə, bir danada. Məsələn, mən özüm bəzi dostlarımızla var, evlərinə geçsəm, telefon eləsəm də, eləməsəm də, qapını vuranda o cür vururam, bilsinlər ki, məsələn, mənəm, bilərlər ki, məsələn, mən 3 dana vuracaqam, 4-cüsündə fasilini vuracaqam, bilərlər ki, okey, başlarını örtməlidirlər, örtməli deyirlər.
Bu məsələn morsudur. Bunda da təchizat lazımdır, çox bahalı çıxırdı, sim çəkilirdi, dəstgah lazımdır alına, 24 saat gərək bir nəfər orada ola. Məsələn, deyək ki, hərə 12 saat shift ilə 2 nəfər orada işləməlidir. Əgər 8 saat olsa 4 nəfər işləməlidir. Çox baha çıxırdı peyamlar. Əlbəttə, yenə də nə qədər baha çıxandan sonra o çapardan və o musafirdən ucuz çıxırdı. Çünki həm tez gəlir, həm də yüzlər peyam gəlir daxil. Yəni bir dana adam ki bir idarə tutur, gündə mümkündür 200-300 dana mesaj alsın. Hər mesaja məsələn deyək qabaqcan bir dana mesajı çapar gətirsəydi, çıxarsaydı filan yerə 10.000 tümənə, indi çıxır məsələn 300 tümənə, 200 tümənə, 100 tümənə. Bu qədər ucuzlaşdı. Ondan sonra eyni zamanda, yəni biraz telgrafdan qabaq əlbəttə şey çıxdı. Namə ilə telgrafın arasında çap çıxdı. Çap da iki cürəydi. Bir cürəsi daşınanıdır. Yəni hər nə ki istədilər yazırlar, onu daş üstə necə insanların möhrü vardı, qazırlar burada vurur. Bu neçə danıya vursa bunu kafidir ki, vuran mürəkkəbə qoya kağızın üstünə, onun əksi düşür, oxunur. Eyni işi daşın üstündə gördülər. Yəni bir dənə ruznaməni ya bir dənə kağızı çap eləmək üçün o kağızın tedadı daş tapırdılar. O daşı necə qəbristanda ölülərin daşını yonurlar, eyni işi daha kiçik əndazədə daşı qazırdılar. Bir dənə mətni o daşın üstünə yazırdılar. O daşı mürəkkəbi sürtürdülər ki, hər neçə dəfə bunu kağıza vursalar, o dəfəlikdə bu kağız təksir olurdu. Sonra bu dəstgahlar düzəltdilər ki, indi bunlara offset deyirlər. Bunların sürəti çox yuxarıdır. Bəzi dəstgah var ki, saatda 500 kilometr sürət ilə kağızı fırladır və çap edir. 500 kilometr sürət ilə. Və məsələn milyonlar səfə ruznamə çap edir. Və bu bahis oldu ki, nə mənə? Maşın da ixtira oldu təbiətən bu müddətdə. Qatar ixtira oldu, sonra maşın ixtira oldu, sonra gəmilər ixtira oldu. İndi ruznamələri, namələri, məktubları qoyurlar bunlara qarrədən qarrəyə. Yəni Amerika qarrəsindən Avropaya, Avropadan Asiyaya, Asiyadan Avstraliyaya, Afrikaya falan gedirlər. Bir neçə gün içində bunlar bir-birinə yapışırlar. Telgraf gələndə dəryaların altından sim çəkdilər. Simi saldılar. Amerikadan məsələn İngilistandan çıxdı. İngilistandan saldılar məsələn Asiyada falan yerdən çıxdı. Torpaqlarda oradan sərdilər. Maşınlar da bu sürət ilə və milyonlar nüsxə ruznaməni buradan qoyurlar maşınlara, qatarlara, gəmilərə göndərirlər falan yerə. 24 saat içində o yer içi bir dana at çapar mümkündür. 1 ayda, 2 ayda, 3 ayda gedeydilər. Onu 24 saat içində bu başdan o başa getdilər. Və beləliklə Dünənəcən kitablar yazılanda, diqqət buyurun, çox mühümdür. Dünənəcən bir kitab yazanda əli ilə yazırdılar. Bir nəfər otururdu, 1 ay, 2 ay içində bir kitab yazırdı. Bu 1 ay, 2 ay buna hüquq verilir. Yəni, məsələn, indi fikirləyin bir nəfər Amerikada əgər hüququ üst-üstə $3.000 isə, bir dənə editorun hüququ məsələn, deyək, $4.000 isə, bu adam gələk ayda $4.000 alıydı, bir kitabı əlinə fotokopi eləyirdi, əlinə yazıydı. Üzün geçeydi. Runevisi deyirdilər buna. Üzün yazmaq. Və bunlar çox bahaya çıxırdı kitab. Sabat onun üçün dövlətlilərin əlindəydi. Çünki bir kitabı almaq, yəni bir dana mütəxəssisin hüququnu sən gərək verəsən. Onu satan da bir mənfəət alırdı. Görürdünüz ki, çox ağıra çıxırdı. Məsələn, deyək bir dana kitab indi əlinə yazılsa, ayda 5 milyon tümənə məsələn bir kitab çıxar. O halda ki, kitab indi İranda mütəvəssit olaraq 50.000 ilə 100.000 arasında, mütəvəssit olaraq, yəni bəlkə də 20.000 ilə 100.000 arasında kitab ala bilərsiniz. Amma əgər əlinə yazılsa, bir dana mütəxəssisin hüququnu verməlisiniz. O kitabçısı da ondan mənfəət götürəcək, onu da verməlisiniz. Dövlət də ondan maliyyət alacaq, onu da verməlisiniz. Yəni kitab bəlkə 4-5 milyona çıxar. Çap dəstgahı gəlməklə
kitabın sürəti çox çap oldu, qiymət gəldi aşağıya, savad hamının əlinə getdi. Yəni dünənəcən əgər dövlətlilərin balası fəqət savadlana bilərdi, indi kasıblar da bu imkan tapdılar ki, çox bir az puluna, nəinki müftə, amma o adamlar ki, ehtimalı yox idi, ömür boyu eləyə bilərlər, bir kitab oxuyarlar, bu günləri imkan tapdılar ki, kitab alsınlar, oxusunlar. Əlbəttə, dövlətlər başladılar. O zamanda da kitabxanalar düzəltməyə, məzhəbi yerlər, dinçi yerlər başladılar kitabxanalar düzəltməyə ki, bəlkə biraz kasıb uşaqlar da gedələr, kitab oxuyarlar, savadlanarlar. Bu da İslamdan sonra başlandı, şərqidə. İslamdan qabaq savad münhəsrən dövlətli balalarına, ya dərbarın baralarına, ya ərteşin əmirlərinin, fərmandehlərinin baralarına ixtisası var idi. Yoxsa hər adam zoru çatmazdı kitab ala, oxuya, savadlana, bilgisi ola. Cəhl çox dərin idi, yəni. Çünki savad və kitab və təcrübə yayılmırdı. Əlbəttə, o zamanda indi də insanların bir iştibahı vardı. Bu iştibahı mən burada təsdiq edeyim. Biz danışgaha nəyə gedirik? Danışgaha gedirik ki, bir riştədə, bir sahədə təxəssüs tapaq. O təxəssüslə gələk yaşayaq. Getmirik danışgaha ki, örgəşək insanlar bizə desinlər, ağay döktür, xanım döktür, ağay mühəndis, xanım mühəndis. Yox. Çünki biz xanım mühəndis olmaq üçün, ağay mühəndis olmaq üçün danışgaha getmirik. Gedirik ki, təxəssüs tapaq, o təxəssüslə yaşayaq. Qədim bu təxəssüsü, məsələn, kitabı fotokopi eləməyi, gedirdin bir nəfərin yanında şairtlıq edirdin, onu sən örgəşirdin, xoş xətti yazmağı, kitabı düz yazmağı, nə tür kontrol eləyəsən bunları örgəşirdin, gedirdin, 2 il, 3 il, 5 ilin içində olurdun ustakar. Yavaş-yavaş əvvəl gündən bir hüquq alırdın, axır gündə də bir savad sahibi olurdun, məlumat sahibi olurdun, hafizən də yaxşı olurdu, kitabları yazırdın, bir təxəssüs sahibi olurdun. Gedirdin bəqqal yanına, gedirdin çəqqal yanına, gedirdin başmaqçı yanına, gedirdin nəccar yanına, gedirdin bənna yanına. Bunları bir zaman içində örgəşirdin, dəmirçilikdən, filandan, bəhmandan olurdun bir ustakar. İndi bunları qərbidə hamısını gərək edəsən, ya kalicə ya danışqaha, pul verəsən, örgəşəsən. 2 il, yap azı 2 il, ən çoxu 8 il, 10 il vaxt qoyasan, əlbəttə doşra olsa bəlkə 20 il vaxt qoyasan, ta bir təxəssüs alasan, o təxəssüsü alandan sonra gedəsən, işləyəsən, pul qazanasan. Yəni, biz ya təcrübədə lisans oluruq, məsələn, bir də insanlar indi şərqidə, məsələn, bizim Azərbaycanda, güneydə ya bəzi yerlərdə gedirlər, mekanikçılığı uşaqlıqdan gedir, örgəşir 2-3 ilində, məsələn, təyəri dəyişməyi bir təxəssüsdür. Təyər dəyişir. Təyər partlayıb, onu düzəldir. Maşının yağını dəyişdirir. Təmirat lazımdır, tormuzu, motoru, harası təmirat lazımdır. Şüşəsi dəyişdirmək lazımdır. Yəni, bu təmiratı öyrənir, əslində bir lisans ya fوق lisans alır bu adam. Çünki bir təxəssüs alır, o təxəssüsü bir dənə danışqahdan çıxanda yoxdur. Bu adam gedir 4 ildə, 5 ildə, 10 ildə bir təxəssüs alır, eyni halda pul da qazanır. Bu o iştibahdır ki, bu günləri şərqdən, şərq-qərbidən alır. Yəni, bu günləri hamı istircəsin danışqaha, amma bilmir ki, sabah bu işlə pul çıxada biləcək, yox. Məsələn, hamı gedir rəvanşinas olur, hamı gedir tarixşinas olur, hamı gedir fars dilində ədəbiyyat fوق lisansı alır. Nə bilim, danışqahlarda, Pəyam-ı Nur danışqahında, nə bilim, filan danışqahlarda gedirlər, dərs oxurlar. Tarixdən, nə bilim, coğrafiyadan, filandan, bəhmandan alırlar. Bunların ümidi nədir? Ümidi budur ki, bir dövlət işi tapalar, ehtimalən gedirlər, müəllim olurlar. Amma bunlar da pul verirlər. Bunların lisansı sabah bunların özün və ailələrini saxlaya biləcək? Yox. Bəs niyə dərs oxuyurlar? Ahmaqdırlar. Ahmaqdırlar. Çünki dərsi oxur, bir təxəssüs tapa, təxəssüsdən pul çıxada, rahat yaşaya. Mütəəssifanə, arvadlar ərə gedirlər də təxəssüslərini istifadə eləmirlər. Kişilər də təxəssüslərində iş tapanmırlar. Nə dərdə dəydi? Savadlanıbdır. Amma bu savad, bunun ictimai bilgisini çoxaldır? Yox. Yəni, məsələn, insan ruznamə oxumur. Gəliri yoxdur ruznamə oxusun. Kitab oxumur. Gəliri yoxdur kitab alsın oxusun. Məcəllə oxumur. Məcəllərin biri 10 min tümən oxumur. Adam sandviçin biri 10 min tümən,
Ruznamənin biri 1000 tümən, ruznamə almır, sandviç alır. Çünki beyin təğziyəsi şərq insanında qarın təğziyəsindən dalıdır. Əvvəl qarın təğziyəsi, qarın doysun, sonra beyin doyar, doymaz, doymaz. Çünki biz hamımız özümüzü bir alemi dəhr bilirik. İttifaqın cəhli budur ha. Cəhli budur. İnsanlar ki özlərin hər şeyi bilən oldular, cahildir. Mənim kimi. Hər şeydən danışıram. Mənim fərqim dostlarla, bəzi dostlarımızla budur ki, mən laqəl, məsələn, istəyirəm bu mövzuya görə danışam, gedirəm bir 10 səhifə oxuram, bir kitab oxuram. Ya təcrübəmi danışıram. Məsələn, 28 ildir mən qazetçilik edirəm. Bu təcrübədə o şeyləri təcrübədə qazanmışam ki, danışıqlarda dərs demirlər. Və mən onları burada çalışıram deyəm. Bəlkə birinci dövrədir, bəlkə yazılı deyil, onun əsasında biraz sazman yaftə olmaya, mütəşəkkil, organik olmaya, amma bir şeylər deyirəm ki, qətiən danışıqlarda bunları görməyəcəksiniz. Əgər istəyəsiniz, mən dediklərimi oxuyasınız, gərək gedib multidisciplinary oxuyasınız. Yəni, məsələn, Kanadada, Amerikada bir iddə danışıqlarda bir iddə dərslər multidisciplinarydir. Yəni, gedirsən, 10 dana ustad tapırsan, 5 dana ustad tapırsan, hərəsi bir sahədə mütəxəssisdir. Deyirsən ki, mən istəyirəm, məsələn, şərqşünaslıq oxuyam. Şərqşünaslıqda nə oxuyacağam? Dil oxuyacağam. Məsələn, ərəbcə, məsələn deyirəm, ya farsça, ya türkcə, ya bunların hər üçünü də oxuyacağam. 3 dana ustad tapırsan ki, bu 3 dildə mütəxəssisdirlər. Sən bu 3 dili bunların hərəsi ilə bir dili oxursan. Tarix oxumaq lazımdır, coğrafiya oxumaq lazımdır, ədəbiyyatların, onların şeirlərin, folklor deyək da, folklorun, yəni ammədə dil olan şeyi oxumaq lazımdır. Dinləri lazımdır, çünki İslamı bilməsə biri ora getsə çox xətərə düşər. İslamı bilməlidir. Bunları görürsünüz ki, buna deyilən multidisciplinary, 6-7 dana riştəni oxur, olur bir dana mütəxəssis. İndi mən üst-üstə multidisciplinary bir şey gedirəm. Həm tarixdən deyirəm, həm siyasətdən deyirəm, həm iqtisaddan deyirəm, həm edit deyirəm, həm xəbər deyirəm, həm titr deyirəm, həm əks deyirəm, həm tənzi deyirəm. Bunlar olur multidisciplinary bir riştə olur, siz edə bilirsiniz, gələsiniz. Bunu məsələn öyrəşəsiniz. Amma o adamlar ki, məsələn, coğrafiya oxuyub, tarix oxuyubdur, ədəbiyyatı farsı oxuyubdur, dini oxuyubdur, fiqh oxuyubdur, bunlar neyinlər? İş yoxdur, qalıbdır. Ya gərək dövlətə işləyə, ya da eşitə işi yoxdur. Qədim neyinirdi? Qədim bizə lisans vermirdilər, amma deyirlər ki, öyrəş, adam gedirdi, nəccar olurdu, bəqqal olurdu, mekanik olurdu, nə bilim, bəzzaz olurdu, xərəzi olurdu, alverçi olurdu, çərçi olurdu, dəmirçi olurdu, nalçı olurdu, atçı olurdu, yəni at saxlayan olurdu, mal saxlayan, çoban olurdu, nə bilim, əkinçi olurdu. Bunlar təxəssüslər. Bunların hərəsi, bu günləri sən əkinçi olmaq üçün gedib bir lisans almalısan. Bu günləri damdar olmaq üçün, yəni mal-heyvan saxlamaq üçün gedib bir lisans almalısan. Bu günləri sən gedib bir balıq saxlamaq üçün bir lisans almalısan. Sən bu gün qəssab olmaq üçün qərbidə gedib bir heç olmasa fövqi diplom almalısan. Qəssab olmaq üçün. Toyuq kəsəcəksən, mal kəsəcəksən, onu kəsəcəksən, təmizləyəcəksən, bəqqalda düşəndə satasan. Bu özü bir lisansıdır. Təcrübədir, hər adam bu işi görə bilməz. Məsələn, mən özüm ac qalmamama gedib heyvan kəsənmərəm. Kəsmərəm də. Ömür boyu bu işi görməmişəm, bundan bu yüzdə inşallah görməyəcəm. Nəinki heyvan əti yemərəm, yeyərəm təbiətən, amma heç olmasa özüm bir canlı mövcudu kəsib sonra yemirəm. Bəlkə bir ayrısı kəsir, mən o ölü bir mövcudu yeyirəm. Əslində bizlər də bilirsiniz, insanlarıq ki, ölü yeyən bir insanıq. Yəni biz ölü yeyirik. Heyvanları öldürürlər, verirlər, biz yeyirik. Mordexar. Beləliklə, indi savad çoxaldı. Yəni kitab çoxaltmaqla, ucuzlaşmaqla. Bunun yanında dövlətlər də gəldilər mədrəsə dövrəsinə. Diqqət buyurun. Dövlətlər millət dövlət qurmağa çalışdılar. Millət dövlət quranda dedilər ki, dövlət dedi ki, mən istəyirəm millət mən istədiyim kimi tərbiyyət olsun.
Bir dənə bir karikatur var. Mən onu tapsam sizə göndərirəm. Buradan baxarsınız elə indi. Mən Facebookda qoymuşam. Əgər onu tapsam sizə göndərirəm. Dövlətin işi dəqiqən bu karikaturdur. Əlbəttə icazə buyurun o karikaturu mən tapım verim sizə. Yəni siz onu görün, sonra mən o fikrimi karikatur daha rahat aydınladar sizə. Onun üçün onu tapsam çox xeyirli bir iş görərəm. Bir neçə saniyə sürər, amma onu qətlən mən taparam, siz görsədərəm. Bəlkə Facebook'a qoymuşam bir ayrı. Çünki çox aşağıya getdim, amma görmədim. Qoyun, əvvəl bu elə bir dənəsini tapdım. Onu mən sizə bunu hələ karikaturdan bunu qoyum. Kopya eləsəm bunu. Burada paste eləsəm. Umaram ki paste ola bura. Paste olmasa gərək link qoyam. Mütəəssifanə paste olmur. Mən məcburam ki linkini qoyam bu karikaturu. Bu karikaturu bir atın, baxın lütfən. Sonra bunun haqqında danışaram. Ərəblər bu karikaturun üstündə işləyiblər, gözəl bir işçi görüblər. Yox, o karikatur ki deyirdim, o burada deyil. O mən onu həmən onu bura gətirim. Bir dəqiqə mən bunu qoymuşdum Instagram'a. Instagram'dan həmən bura gətirirəm onu. Bəli, buradadır. Mən bunu həmən Facebook'a necə göndərəcəm. Share eləsək burada, necə share eləyəcək? Facebook, Twitter. Tamam. Mən bunu share elədim bura. Teknolojinin işi budur. Baxın, bəlkə bu istəyirdim həmən bu işi görəm. Bir neçə il bundan qabaq illər sürərdi ki bu işi görüm. Amma indi mən telefondan götürdüm, getdim Instagram'dan bu şeyi tapdım və bunları danışacağım bu günləri. Xəbər aracın, xəbərin aracılarını danışacağım. Hala gəlməyibdi. Umaram ki tezlikcə gəlsin bu. Gəldi. Umaram ki bunu eləyə biləm sizə. Kopya eləyim. Görüm kopya o paste olur bura. Xeyr, bu da olmadı. Məcburən bunun da linkini qoyacağım. Okey, bu iki karikaturu lütfən açın, xahiş edirəm. Mən özüm də açıram bunları, bir dana sizinlə danışam. Görəsiniz ki, mənim dediyim nədir? Birincisi, o karikaturu açın ki, public school'un içindən insanlar çıxırlar. Əgər baxsaz, mədrəsədən arxasında insanlar rəhlidirlər. Libasları, paltarları, qırmızı, abı, sarı, narinci, qərə, hər rəhdə adamların paltarı var əyinlərində. Bu paltarlar bu karikaturda insanların fikrin, düşüncəsin, inancın göstərir. Hətta ehsasların göstərir. Ki, bunların duyğuları nəcürdür? Bunların fikirləri nəcürdür? Çünki rəhlidirlər. Hər adam özü unikdir. Bu qərbdə buna unik deyirlər. Yəni münhəsir bir fərd. Çox özəl bir kişidir. Həm fikrində, həm düşüncəsində, həm kimliyində, həm hüviyyətində, hər şeyində, dinində, hər şeyində unikdir bu adam. Amma mədrəsədən çıxanda hamı bir rəhdədir. Baxın, hamı ağ. Birazı qərə, qalanı ağ. Xəttlərin hamısı eyni büdür. Burunlar büdür, ağızlar büdür, gözlər büdür. Niyə? Necə ki dövlət, millət dövlət yox idi, Qacar dövləti idi, Qacardan qabaq idi və Qacar dövləti daha Məmmədriziyəcan.
Dövlətlər dövlət millət qurmamışdılar. Dövlətlər icazə verdilər, hər kəs özü olsun. O adam öz məhəllində, dedim, təcrübə əsasında bir fوق lisans doktora alırdı, işlirdi, özünün fikir sahibi idi, öz məhəlləsində mədrəsəyə gedirdi, öz dilində öyrəşirdi, özünün təcrübələrini qatırdı, özünün düşüncələrini qatırdı, özünə aid bir adam olurdu. Azadlığı vardı, hürriyyəti vardı. Amma dövlət millətlər ki, yarandılar, təəssüflə dedilər ki, mən dövlətin başında olan siyasetmədarlar dedilər, mən belə bir adam istəyirəm, mənə xidmət eləsin. Mənim hədəflərimə xidmət eləsin. Bunun üçün mədrəsə yaratmalı idi, müəllim yaratmalı idi, kitab yaratmalı idi, media yaratmalı idi. Dövlət təsmin tutdu, bunları yaratsın. Amma dövlətin pulu yox idi. Neynədi? Maliyyat ki, qabaqcan məsələn %1 alırdılar, %5 alırdılar, getdi %60'a. Əlan Kanadada %60, %70 biz maliyyat veririk ilbaşı. İl başınacan hesaplasan, öz gəlirimizdən ki işləmişik, %60, %70'i gedir dövlətin hesabına. Dövlət onu alır, bizə mədrəsə verir. Mədrəsə tikir, müəllimləri öyrədir ki, bizə nə öyrədəcəklər. Yəni bir dənə ordu qurur. Baxın, dövlətin iki ordusu var, beləsi deyim. Bir ordusu adam öldürmək üçündür, adamların başını kəsmək üçün, quyulamaq üçün. Sərbaz adına deyirik, ərteş deyirik, ordu deyirik, armi deyirik. Bir ordu var, bizi dövlət istədiyi kimi yaratmaq üçündür. Yəni nənəmiz bizi doğur, rəhli doğur. Biz o karton kimi yox ki, rəhli yox. Bizim fikrimiz mütəfavitdir, fərqlidir. Biz hər kəsənin bir hüviyyəti, unik hüviyyəti var. Amma bu dövlətləri ki, bu günləri 20-ci, 18, 19, 20 və 21-ci əsrlərdə dövlət millət adına durublar, bizi bir dənə ləşkər düzəldirlər, adına deyirlər müəllim, danışqah, mədrəsə və danışqah. Bunların ustadların hamısı bir cüzvə əsasında danışacaqlar. O cüzvəni dövlət təyin edir. Ki, mənim mənafi millim nədir? Dövlətin mənafi millisi, ha, millətin yox. Millətin mənafi millisi budur ki, rəngarəng olsun, əlvan olsun, müxtəlif olsun. Amma dövlət millətin budur ki, hökumət məndə olsun, mən deyən olsun, mənim əleyhimə üsyan olmasın, falan olmasın. Mən dediyimdən də ayrı fikir olmasın ki, burada mən zəhmətə düşəm. Bir dana ordu düzəldir, ibarətli müəllimlərdən. Bu müəllimlər danışsərada, danışqahda tərbiyyət olurlar. Fəqət bu kitabı ki, dövlət verəcək, onu desinlər. Bunların bir Qur'anları var əllərində, dövlətlərin. Baxın, bu günləri dinə çox həmlə olur. Mollalara çox həmlə olur ki, bizə 50 ildir, 100 ildir, 500 ildir, 1000 ildir, 1400 ildir, bir dana Qur'anı deyirlər. Bir dana kitabı deyirlər. Amma eyni iradı biz dövlətə tutmuruq ki, indi 100 ildir bizim hamımız bu tərəfdən giririk, din heç olmasa bizim fəqət dinimizi, dinə baxışımızı değiştirir. Bizə deyir, nədir dinçi olun. Amma bizim dilimizlə, hüviyyətimizlə, tariximizlə, kimliyimizlə işi yoxdur. İşimizlə də işi yoxdur. Hətta siyasi baxışımızla da işi yoxdur. Nə cür siyasi baxışın var, olsun. Dinin bundan dixalət eləmir sizin siyasi baxışınıza. Din hürriyyəti çox yerdə əlinizdən almır. Amma dövlət bunun əksinədir. Dövlət gəlir sənin hər uşağı nədən olur, qoyur, deyir, qoy bunu məhdqud edəcək, uşaq bağçasına. Ondan sonra qoy dəbistana, ondan sonra qoy rahnamaya, ondan sonra qoy dəbiristana, ondan sonra qoy danışqaha. Sonunda burada nə çıxır? Dövlət istədiyi adam çıxır. Bu birinci karikatür qoymuşdum, o birincinindir. İkinci karikatüra baxın. Ərəblər bunu çəkiblər ana dili üçün çox gözəl bir, anlamlı bir şeydir. Bir ana bir uşağıyla danışır. La tənsəni ya vələdi. Unutma məni ey oğlum. O nənənin ağzından belə bir xət çıxadıblar, içində bir belə bir mürəbbə çəkiblər. Mürəbbənin içində yazıb la tənsəni ya vələdi. Ay mənim oğlum, məni unutma. Ananı göstərir ki, bir qırmızı sarğa töküb başına.
İnqilab əlamətidir, fərq əlamətidir, təfavüt əlamətidir. Arxasında qara çarqatı var, amma qara çarqatın üstü özü də abı geyinibdir. Abı iki dana şeyin əlamətidir, semboludur. Bir dəryanın, dənizin, bir də göyün. Yəni insan iki şeyin ortasında yaşır. Göy, hava və dəniz. İkisi də abıdır. İkisi də sülh və həyat anlamındadır. Həm sülh, həm həyat. Yəni su da olmasa insan ölər, hava da olmasa ölər. İkisi insana və tamam mövcudata, hətta o mövcudat üçün rüşd edir, yekəlir, boy atır. Məsələn, otlar, ələflər, ağaçlar, heyvanlar da bunların içindədir, adam da bunun içindədir. Bunların hamısına bu ikisi həyat verir. Quranda da ayə var. Kullu şeyun əhyaun bil ma. Tamami mövcudlar su ilə diridirlər. Ana dili, bunun da üstüne yazıb lüğətil ümm. Ana dili. Ana dili sülh dili, yaşam dilidir. Amma bunun belində olan xəncərlərə və oxlara baxın. Xəncərlərin fərqi var. Farsi bir xəncərdir, baba nandan. Çünki baba işlər, hətta mümkün bəzi babalar gələndə işdən gedərlər, bir şey alıb evə gətirərlər. Amma %99 babalar alverə girməzlər. Analardır ki, çörəyi alarlar, suyu alarlar, yeməği alarlar, gətirərlər, bişirərlər, hazırlarlar, çəkərlər qaba. Ata öz qabında yeyər, uşaqlar da öz qablarında yeyərlər. Baba, abdab, yenə də yalandır. Amma bu yalanları bizim üstümüzə getirdiklər. Sənin haqqın yoxdur. Böyük ana dili, baxın, bu böyük ana dilinə baxsaz neçə qatdır. Hər xətt ilə çəkiblər, bölüblər. Yəni, bunlar hərəsi bir dil, bir ləhcə ola bilər. Amma fars dili ən böyük xəncərdir ki, qəlbin üstündən ana dilinin belinə getirdir və qan axır. Qan da qırmızıdır. Qan da inqilabdır. İnqilab nə demək? Bunu bir də ayrı bərnamədə demişdim. İnqilab yəni değişik demək. Əgər bir diri ölür və əgər bir diri, bağışlayın, əgər bir ölü dirilir, bir məriz şəfa tapır, inqilabdır. Əgər bir adam mərizli, yenə bir inqilabdır. Ərəbcədə değişimə, halın değişimine inqilab deyirlər. İnqələbə, yənqələbə, inqilab, yəni değişim. Hər bir değişim bir inqilabdır. Bunun üçün Türk şiyyədə inqilab sözü işlənmir. Ərəbcədir. Devrim, yəni değişim. Bir dövrün değişməsi, ictimada dövrün değişməsi olur inqilab. İndi dövlətlər gəldilər, nə edilər? Dövlətlər gəldilər, bizdən maliyyatı çoxaltdılar. Məsələn, İranlılar Fars tarixində yazırlar ki, Moğollar ya Türklər çox maliyyat alırlar. Nə qədər? %5. Yəni bir insandan ya bir ailədən məmulən kişidən alardılar. Məsələn, indi deyəcəyəm modern dünyada nə edirlər? Məsələn, bir dənə ailə yaşırdı. O zaman bilirsiniz, şey dövründə, Qacar və Qacardan qabaq Moğollar dövrəsində, ya Səlcuqlar dövrəsində, Ağqoyunlular, Qərqoyunlular, Səfəvilər dövrəsində ailə bugünkü kimi həstəyi ailə deyildi. Yəni dədə, nənə, 2 dənə uşaq deyildi. Bəlkə ailə ibarət idi böyük dədədən, böyük dədənin dədəsindən. Məsələn, mənim dədəmin dədəsi bir həyətdə otururdu, onun orada 3-4 dənə otağı vardı, ya 10 dənə otağı vardı, hər neçə dənə. Tamam oğlan uşaqları orada yaşırdılar. Oğlan uşaqlarının nəvələri də, oğlan uşaqları da orada yaşırdılar. Qız uşaqları da kiçikdilər, orada yaşırdılar. Əmmələr, dayılar, bəzən əmilər də orada yaşırdı. Yəni görürsünüz ki, bir dənə həyətdə bir 50 nəfər adam yaşır. Onun başçısı bir dənə kişidir. 90 yaşı var, 80 yaşı var, hər neçə yaşı var, bir kişidir. O bir kişi bu evin maliyyatını verirdi. Bu evin maliyyatı o kişidən alınırdı. Gəlirlər, nə qədər qoyunun var? 100 dənə, 5'in ver bizə. Nə qədər keçin var? 100 dənə. Nə qədər bu il buğdan olubdu? 100 çuval. 5 çuvalın ver bizə. Yəni 5 çuval hər şeydən alırdılar. %5.
ya %5 kolli darayisindən. Çünki bilmirəm, ona görə bunları misal vurdum. %5 bu adamın darayatından alırdılar. Məsələn, indi nə qədərdir? İndi Kanadadan mən sizə desəm, Kanadada bu günləri bir uşaq ki nənədən olur, gərək doldursun. Tax formu doldursun. Hər uşaq ki nənədən olur, il başı, indi məsələn, əlan 3 ay bizim vaxtımız var, kollən maliyyatımızı yazaq. Biz bu 3 ayda, əlan, mən məsələn, nəvəm vardı, 7 aylıqdır, 7 ayına giribdir. Mən gedəcəm, maliyyatımı dolduram, nənəsi də dolduracaq, damadım da dolduracaq, o uşaq da dolduracaq. Dövlət deyəcək, uşaq işləmir, buna maliyyət alanmaram. Amma bu uşağa bir şey verim yesin, çünki sonra alacaq. Bir az pul qeytərər ayda bu uşağa. Amma onun nənəsindən, dədəsindən hesabı pul olar. Məsələn, deyək, 50.000 dolar işləyib ilin əvvəlindən axirinə, yəni ayda 4.000 dolar iş işləyibdir. 18.000 ta 20.000 dolar bu adam, hər adam ki 50.000 dolar işləyibdir, 18.000 ta 20.000 indi gedəcək versin, yəni %40%. İlin axirində. İlin boyunda da bu adam gedib televizyon alıb, yaxcıl alıb, maşın alıb, ev alıb, ev kirayəsi verib, paltar alıb, yemək içmək yox. Amma telefon alıb, internet alıb, bunlara ayda pul verir də. Bunların da hərəsinin üstündə %13 verərik biz. Yəni, bu xoda almışam 100 dolara, 113 dolar vermişəm. 13 doları maliyyatdır. İranda maliyyatı çəkərlər qiymətin üstünə. Yəni, sən bilmirsən maliyyat nə qədərdir. Və bilmirsən ki, maliyyatı verir dövlətə ya yox. Amma burada, qərbidə, biz gedirik, deyir ki, 100 dolar. Bunun qiymətidir. Alırsan, deyir ki, 13 dolar da izafə alıram. Niyə? 13 dolar dövlət alacaq. Bu dövlətə müstəqim gedəcək. Yəni, hər şeydə də yeməkdən, içməkdən əlavə, yemək içmək da deyəndə hər şey ki, karxanaya gedə, o yox. Ona pul, maliyyat verəcəksən. Məsələn, konservicat, mürəbbacat. Bunların hamısına maliyyat verəcəksən. Amma onlar ki, karxanaya getməyiblər, ətdir, toyuqdur, səbzidir, meyvədir. Bunlar, göcü-ərənti, meyvə, bunların maliyyatı yoxdur. Bunlara maliyyat vermirik. Süd də bunların içindədir. Maliyyat vermirik. Qalan şeylərə maliyyat veririk. Məsrəf eləyək, şokolad olsun, məsələn, kafe olsun, qəhvə olsun. Gedəsiz bir restoranda çay içəsiz ona, onlar ki, o cür bir yerlərdə yiyəsiz, onlara maliyyat verəcəksiniz. Dövlət bu pulları, əzim pulları, yəni ayda ilin başı 60%. 60% bizdən maliyyat aldı, bəlkə də 70% maliyyat aldı. Bu maliyyatı qoyur mədrəsə düzəldir, danışqah düzəldir, əlbəttə xəstəxana düzəldir, ya bimaristan düzəldir. Bunların üstünə biz hamımızı bir şiklə salır. Hamımız İrancı, nasyonalist, fars dilinə təəssüblü olmalıyıq. Çünki hamımız gərək bu mədrəsədən geçək. Hamımız tariximizi, dilimizi, dinimizi dövlət dediği kimi düşünməliyik. Bizim haqqımız yoxdur. Dövlətdən fərqli düşünək. İndi qərbi neynir? Tosəə tapmış məmləkətlərdə gəlirlər deyirlər, ağa, dillər azad, demokrasi var, liberalizmi var. Yəni, sənin haqqın vardı, düşündüğün siyasəti fərqli düşünəsən, fərqli danışqahlara gedəsən, fərqli ustadlarla götürəsən, fərqli adam olasan. Hər nə qədər bir dövlət bu fərqliliği rəsmiyyətə tanırsa, çox rəsmiyyətə tanırsa, belə insanlar rəhləşirlər. Hər nə qədər bu rəsmiyyəti qəbul eləməzsə, belə orada insanlar bir cürə tərbiyyət olurlar. İranda indi dövlət bir dana Coca-Cola karxanasına bənzir, bir dana Nuşabə karxanasına bənzir, bir dana konserv karxanasına bənzir ki, tamamı insanları Məhdi Kudəşdən nənədən doğulandan sonra alır, onları bir karxanaya qoyur, karxanada onları döndərir
Nə lazımdır ona vura? Hansı duz, hansı filfil, nə qədər istot vuracaqdır, nə qədər duz vuracaqdır, nə qədər buna sarı köy vuracaqdır, nə qədər ət qatacaq, nə qədər sümük qatacaq, nə qədər vitamin qatacaq, nə qədər hər nə iç qatacaq bu adama lazım idi, özünün dövlət hiss edir, onları qoyacaq, bir dənə adam düzəldəcək, verəcək eşiyə. Tolid enbuh insani murd niyaz dövlət. Dövlət əslində bunlardan özünə vəfadar adamlar düzəldir. Hamı istisnaən dövlətin məmurudur. Hamı. Siz də mən də. İran dövlətinin məmuruyduk. Ya məmuru yox. Qalıb nə qədər ayrılmışıq, nə qədər fasilə tapmışıq. Əgər biz İran dövlətinin ayrılmışıq, çıxmışıq, üsyan edirik, azadlıq istirik, azadlıq həman liberalizmidir, haqq istirik, cəmi haqq istirik, ana dili istirik, vətənimizi istirik. Dünən necə bizə deyirlər, vətən İran. Çünki dövlət deyirdi ki, Azərbaycan yoxdur. İrandır. Əvvəl İran, sonra Azərbaycan. Əgər də olsa. Əvvəl farsı, sonra türkü. Sən farsını oxuyacaqsan, farsı düşünəcəksən, dini də bu cür düşünəcəksən, şiəliği də bu cür düşünəcəksən. Bizim rəngimiz yox idi. Hər nə qədər bunlar yeksan olursa, şəbih olursa insanlar, hər nə qədər insanlar danışanda görəsiniz ki, ağızlarından eyni həm fikirlər çıxır, amma müxtəlif fikirlər eyni həm də, amma danışdıqları kəlmələr fərqlidir. Bilin ki, o qədər camiə geri qalmışdı. Camiə diktatordur, camiə geriyə saxlandırılmış bir camiə. Hər nə qədər insanlar, qərbidən başlanıb bu insafət. Məsələn, Fransada İranlılar Fars dilini hamıya təhmil eləyək, tamam dilləri öldürək, bu Fransənin mirasıdır, İrana gəlibdir. Məsələn, Suisin mirası bu deyil, Amerikanın da mirası bu deyil, İngilistanın da mirası bu deyil. Almanın da mirası bu deyil. Amma Fransənin mirasıdır. İranlılar dili aradan aparmağı Fransədən alıblar. Nəcatları aradan aparmağı Almandan alıblar. Dinləri aradan aparmağı Marksizmdən alıblar. Leninizmdən alıblar. Komünizmdən alıblar. Bu çox mühümdür. Biz bilək ki, gələk ki, bəhslərimizə danışqahlar, mədrəsələr bir xəbər aracıdır. Düşüncə aracıdır, vəsilədirlər. Bizi bu tərəfdən rəhli alırlar, atamız, anamız bizi dini mən o cür öyrəşirəm ki, ata-anam öyrədir. Ya öz kəndimdə, ya öz şəhərimdə öyrəşirəm. Amma o zaman gedirəm mədrəsəyə, mədrəsə mənə Tehran və Tehranda istənən, farslar istənən dili öyrədir. Dini öyrədir, tarixi öyrədir, ədəbiyyatı öyrədir, musiqini, muziki, əxlaqı, oturub durmağı, ədəbi, mərifəti, hər şeyi fars dili ilə öyrəşirəm, fars baxışı ilə öyrəşirəm. Və bu bir kolonializm ya istimari bir baxışdır. İstimari, istismari baxışdır. İndi gəlir, ruznamə çıxır, ruznamədən sonra telgraf çıxır. Telgraf daha çox sürətinə xəbəri yetirir insanlara. Məsələn, məşrutə dövründə şəhərlərdə saniyə başı telgraf edirlər Tehrana ya Tehrandan ayrı bir yerlərə. Tamam şəhərlər bilirlər ki, Təbrizdə ya filan yerdə nə keçir. Telgraf daha xəbəri bir həftə, bir gün, hətta ruznamə mümkündür. Sübh çapıla bir saat çəkələ, gələ məsələn dəkkiyə satıla. Amma telgraf elə oradan vurursan orada oxunur. Sonra telefon gəldi. Telefon daha rahatlatdı. İnsanlar evlərinə bir telefon aldılar ya gedilər bir idarəyə, telefonu tuturdular. Alo, salam aleyküm, mənim vəzim belədir. Oradaşılar bildilər, xəbər yayıldı. Telefondan sonra radyo gəldi. Radyo daha telefon kimi deyildi, daha telgraf kimi deyildi. Telgrafın bir xas müxatəbi var. Yəni bir adam ya bir sazmana gəlir, ya bir idarəyə gəlir. Telefonda bir dana evə olur, ya bir idarəyə olur. Amma radyo neynədir? Radyo bir dana otaq oldu, eyni bura kimi. Oturmuşam, xəbəri mən telgrafdan, ya radyodan, ya ruznamədən alıram və başlayıram oxumağa. Mənim milyonlar adam ki, radyoları vardı. Məsələn, bizim kətdə bir radyo var idi. Mənim rəhmətlik nənə tərəfindən babamın
bir radyosu var idi. Təxtədən Alman radyosu idi. Yekə. Batırlar işlədərdi. Bu içəridə batırları vardı. Salardılar onun içinə. Qoyardı onu pəncərəyə. Evinin pəncərəsinə eşikdən qoyardı. Oturardılar, kətdilər, hər yerdən oturardılar. Bu günləri Çalba Bəşiran radyonu indi açacaqdı. Biz Azərbaycandan. Biz onda Farsistan bilmirdik nədir ki. Mənim özümün sinnimdə Farsistan adında bir şey yox idi. Tehran adında bir şey yox idi. Mən uşaq idim. Biz Bakı radyosuna qulaq asardıq. 50 ildə qabaqdan danışıram. Biz Tehran adında bir şey bilməzdik nədir. Mənim bəlkə 4-5 yaşım var idi. Bizim kətdən mərziləri də bağlamışlar Ruslar. Azərbaycan Cəkkəlin qabağını almışlar. Bizim iş yerimiz qabaqdan Bakı idi. Türkiyə idi. Biz ora gedərdik. Mərzilər şimdi bağlandı. Biz ora gedə bilmədik. Tehrana gəldik. Tehrana gəldik. Yavaş-yavaş bizim dədələrimiz bildilər ki, bir Tehran var. Orada Farsı dili danışırlar. Bizim dədələrimiz Fars oxumuşdu. Mənim dədəm Fars oxumuşdu mədrəsədə. Çünki müəllimi rəşli bir kişi idi. Mirza Kuçəkin şeyində, inqilabında qatmışdı. Mirza Kuçək öləndən sonra gəlmişdi Azərbaycana. Özü də dinçi idi. Bunun əksinə ki, deyirlər Mirza Kuçək komünist idi ya sosialist idi. Bu bir yalandı. Mirza Kuçək çox ciddi müsəlmanımış. Amma sosialistlər onlardan himayət edilmiş. Və sosializmin anlamı İranda ziddi Allahdır. O halda ki, əslən belə bir şey yox. Sosializm yəni camiə. Camiənin tərəfdarına deyirlər sosialist. Sosializm də yəni camiənin tərəfdarı olan bir əqidə. İctimanın, toplumun tərəfdarı olan bir əqidəyə deyirlər sosializm. Komünizmi də əlbəttə sonralarda komünizmi Allah ziddinə tərcümə elədilər. Biri dəş görürlər ki, biri də işlər görürlər ki, dinçi. Amma komundo deyil. Komundo budur ki, yəni insanlar qeyd edəcəklər. İndi məsələn biz burada community deyə danışdıq üstündə. Yəni bir məhəllə ya bir tədad insanların mənafiyi birdir. Onlar bir yerə toplanacaqlar, bir bahəm işləyəcəklər, bahəm yeyəcəklər, bahəm keçinəcəklər, bir-birlərindən difa edəcəklər. Onların zindicanlıqları bir-birlərinə bağlıdır. Komundo belə bir anlamı var idi. Komünist də yəni belə bir tərəfdar, belə bir fikrin, düşüncənin tərəfdarı. İndi nə oldu? Diqqət buyurursunuz da, pəs mədrəsə özü, ruznamə özü, sapxana özü, maşınlar için ruznamələri daşırlar özləri, kitab furuşlar, indi roman satır, dastan satır, hər nə mənə, bunlar fikirlərdir satırlar. Bunlar o fikirlər heç qabaqcan yayılmırdı. İndi roman şəklində, hikayə şəklində, dastan şəklində, nağıl şəklində, gülməcə şəklində bunlar yayılır. Sürətlə gedir. Radyo bunu başladı. Radyodan insanlar eşitdilər adamların səsini. Radyo birazdan sonra xəbərdən çıxdı, gəldi musiqidə yaydı. Musiqinin yanında nümayişnamə düzəltdi, coş düzəltdi və insanları yenə də radyo dövlətin əlindədir. Hər nə qədər bu vəsilələr dövlətin əlində olursa, insanları şəkilləndirir, bir şəkil verir. Əgər radyo, televizyon, əgər ruznamələr, əgər məcəllələr, əgər kitablar, əgər danışqah, əgər mədrəsə millətin əlində olsa, hər kəsə nə cür istərsə odur, ya hətta məhəlli ustanların əlində olsa, rəhlər çoxalır. Hər nə qədər bu bir mərkəzin əlində olursa, bir dövlətin əlində olsa, o qədər insanlar vahid şəkildə, eyni nuşabə karxanası kimi, eyni konserv karxanası kimi, dövlət bizim hamımızı gətirir, qoyur dəstgahın altında, dəstgah nuşabəni məsələn 10 saniyədə doldurur, 2 saniyədə doldurur, amma dövlət bizi 18 ildə, 20 ildə, 30 ildə doldurur. Amma istədiğini doldurur bizə. Və bizim hamımız sərbaz kimi oluruq dövlətə. Onun üçün indi Azərbaycanda ya Tehranda insanlar ərtəşə istihdam olmağı istəyirlər, polisə istihdam olmağı istəyirlər, zindana istihdam olmağı istəyirlər. Hər yerə istihdam olsunlar, deyirlər biz dövlətin nökəriyik. Allah dövlətə bərəkət versin. Hamı gedir banca, amma hamı bino'i Farsistanın mənfəətindən difa edir. Heç kəs demir ki, niyə Azərbaycanda Azərbaycan bancı yoxdur? Niyə Azərbaycanda ana dilində dərs yoxdur? Niyə Azərbaycan şiə düşüncəsi mədrəsələrdə dərs deyilmir? Bəlkə bir gün Azərbaycan şiəsi fərqlərin Fars şiəsi fərqi ilə qoyaq ortaya görəsiniz ki, əslən yerlə göydən fərqi var. Bir işarə eləyim. Onlar vilayət-i mütləq fəqihə
etiqadları var. Biz ziddi vilayəti mütləqi fəqihuq. Gördünüz? Biri qaranlıq, biri işıq. Diqqət buyurursunuz. Elə buradan hesablayın görün ki, daha nə qədər fərqimiz var. Bizdə din düşüncəsi, vəhyin düşüncəsi, peyğəmbərin düşüncəsi, İsmətin düşüncəsi fərqlidir, onlar da fərqlidir. Onlarda bir düşüncə var, adı şuubiyyədir. Bu şuubiyyə həm dini, həm tarixi, hər şeyi değiştirməkdə və Farsın mənafiin və Farsın düşüncəsinin onların içine gətirməkdə 1400 il təcrübəsi var. Amma sizlə mən Türkün şuubiyyə adında bir düşüncəmiz yoxdur. Onlar tarixi 1400 ildir değiştirməkdə, dini, düşüncələri değiştirməkdə, dili değiştirməkdə 1400 il təcrübələri var. Yəni, əgər döşlüğa versək, mən bilmirəm bunu hangi dil ilə demək olar. Yəni, hangi mədrəki elmini qoyaq ki, 1400 ildə alıblar bunlar. Təxəssüsdən çox yuxarı təxəssüsləri var. Hətta imha və nabudiyə əsnadı tarixini, bunlar nabud eləməkdə, orası Farsidir, tarixi sənədləri nabud eləmək, aradan aparmaqda bunların böyük təcrübələri var. Tarixi kitabların təhrifində. İndi onu da bir bəhsidi qıssa işarə edeyim. Kitabı əlinlə yazdıqları üçün Farslar, məsələn, deyək ki, tarixi deyləmini ya tarixi Beyhəqini yazırdılar. İstəyirdilər ondan bir cild yazsınlar. Bunu yazırdı. Bura mənim dərdimə dəyməz, bura Farsın zərəlinədir, onu dəyişdirirdi ya da həsf edirdi. Ya da istədiyi cümləyə modeldə yazırdı. Fərqi olur. 100 ildən sonra tarix dəyişdi. Bir ildə, əsən o kitab getdi, mənim əlimə gəldi, mən tarixi Beyhəqini oxuram, amma tarixi oxuram ki, Fars yazıbdı, da Beyhəqi yazmıydı. Diqqət buyurdunuz. Bu da o şeydir ki, bu günləri Farsın sistematik bir tarixi var. Heç millət dünyada bu sistematikdə deyil ki, Fars milləti bu sistematikdədir. Burada mən demirəm pan-farsist ya pan-şovinist farsist. Bəlkə deyirəm Fars milləti. Çünki bunların tamamən zehniləri İslamdan bu günə qədər həm ziddi İslam, həm ziddi tarixi ki yazılıb, həm ziddi din, Şiə, həm ziddi Türk, tamamən hər şeydə bunlarla ziddidir. Tamamən tarixlə bunları değiştirmək əsasında yazılır. Bunun üçün hər nə kitab siz İranda oxuyasınız, bilin şuubiyyənin əli var orada və siz yalan bir şey oxursunuz. Mən istirdim bugün bu dərsi qutaram, amma 1 saat 2 dəqiqə olub, 3 dəqiqə olubdur və hələ mən yetirməmişəm modern şeyə. Qutarım, 3 dəqiqə içində qutarım. Yetişdi televizyon mərhələsinə. Televizyon və sinema. Əvvəl sinema, sonra televizyon. Sinema nə oldu? Film gəldi, dəstgah düzəltdilər ki, eləyə bilərlər buradan əks götürürlər. Hər 24 dənə əksi ki, dalbadal bir saniyədə gətirdilər qabağa, eləyə bildilər əksi hərəkətli görsədilər, canlı görsədilər. İnsanlar gəldilər, oturdular, gördülər orada adamlar hərəkət edir. O adamlar ki, ömür boyu mümkün idi görüngələr. Heç kəs, məsələn, sinemaya gedən tarixdə, məsələn, burası bu günəcən, neçə nəfər, məsələn, alında onu görübdü? Bəlkə Amerikada bir 1000 nəfər görübdü, 10.000 nəfər görübdü. Qalan insanlar ki, alında olanı tanırlar, ya filan kəsi tanırlar, bunlar onu görmüblər, bunlar onun əksini görüblər, amma əksini diri görüblər. İnsanlar beləliklə sinema getdi, bunları bir-birinin dibinə qoydu. Dövlətlər gəldilər sinemada təbliğat qoydular. Agəh qoydular. Agəhlərin bəzisi ələni idi, bəzisi sirri idi. Nə cür? Alman dövləti gəldi, hər 5 əksin ortasında bir dənə əks qoydu. Siz əksi 5 dənə görsətsələr, 1 saniyədə görməzsiniz. Yəni əks görərsiniz, slide görərsiniz. 12 dənə görsətsələr, Charlie Chaplin kimi görərsiniz. Charlie Chaplin filmlərinə diqqət eləsəz, hərəkəti bəllidir ki, bu adam təbii deyil. 24 dənə görsənəndə eyni indiki televizyonlar kimi, eyni təbii insanlar kimi hərəkət elərlər, görsənər.
Hər 5 dənə də bir əks qoysa, siz onu mütəəccüb olmazsınız. 24 dənə əksi ki, 12 dənə əksi yayanda hər 5 dənə də bir dənə əks qoysa, siz o əksi görməzsiniz. Siz Charlie Chaplin'in filmlərində olan əksi görməzsiniz, təbliğatı. Çünki hər 5 dənə də bir dənə əks qoyublar, o əksi sizin gözünüz görmür. Amma görsə də zehniniz mütəvəccüh olunur. Amma bilinçaltı şuurunuz, yəni naxudagahınız görür və onu alır. Orada yazılır ki, məsələn, yaşasın İran, Zindabad İran, Cavid Şah. Məsələn, Şah zamanı filmlərdə bunlar gəlirdi. O şey ki, sizdə bir hipnotizm eləsin sizi. Bilməyək halətdə daimən sizin zehninizdə bir şuar təkrar olur. Bu şuarlar gəldilər, sonra Agəhi rəsmi gəldi, ruznamənin içinə. Radioda Agəhi gəldi, televizyona da gəldi Agəhi. İndi siz adamları gördünüz, səsini eşidirdiniz dünənəcən, oxuyurdunuz. İndi görürsünüz, həm görürsünüz, həm oxuyursunuz, həm danışır, həm də filmin qoydular. İndi propaganda filmlər oldu. Dünənəcən nümayiş idi, fəqət səsi eşidirdiniz. İndi təsvirlə, paltarla da görürsünüz. Adam gəlir, bir tac qoyub, bir dana səkkəl qoyubdu, bir dana da paltar giyibdi, əlində də bir dana neyzə tutubdu, mən Həxamanişəm. İnsanlar düşüncələri tarixdən yoxdur. Düşüncələri tarixdən bu nevi səndənin və o karicərdanın yaratdığı imaj və təsvirdir. Getir bunun zehninə bu adam, mən Həxaməniş zamanı nə gözəl əxlaqımız varmış, nə gözəl insanlarmışıq, nə gözəl dinimiz varmış, nə gözəl tariximiz var. Bu ərəblər belə olsunlar, görüncə əldilər, bizi öldürdülər, arvadlarımızı aldılar, satdılar, filan elədilər. Bu imajdir ki, bu təsviri taza media yaratdı zehnimizdə. Bizi şöstəşuy elədi. Yəni, indi baxın, kitabça oxuruq, ruznamə oxuruq, məcəllə oxuruq, radioya qulaq asırıq, sinemaya gedirik, teatra gedirik, filmə baxırıq, seriala baxırıq. Bunların hamısında dövlət bizi neynir? Əskərə çevirir, orduya çevirir. Bizi tərbiyyət edir. Bizim hamımızı qalıba salır. Bizim hamımızı dəstgah sıxır, bir şey vəsətdən İrancı sıxır. Ondan sonra CD gəldi. Bağışlayın. Şey gəldi. Gramofon. Gramofon səfələri gəldi. Gramofon və səfəsi gəldi. Gramofon və səfəsi bu səfər eləyə bildik ki, eyni ruznamə kimi bir səsi, bir nümayişi yanımızdan götürək, aparaq. Bir musiqini yanımızdan daşıyaq. İndi bizə bu imkan verdilər ki, dövlət sistemində yaranan bir şey ki, bizim ziddimizədir, onu özümüzlə daşıyaq, aparaq. Getdi, navarkaset gəldi. Navarkaset daha tıqqılı, daha çox zamanlı bir şeylər tuturdu. Gəldi, dəstgah da tıqqılı. Bunu yenə də özümüzdən danışırıq. Bilirsiniz, Xumeyni inqilabı kasetə bağlı oldu. Ondan sonra CD gəldi. CD dəstgahının qabağında dayanır dövlət. Çünki deyir, bu mənim əlimdən çıxır. Yavaş-yavaş da mənim əlimdən çıxır. Necə ki, bir zaman radionun qabağında durdular. Biz bilirik ki, Rıza Palani dövründə heç kəsin haqqı yoxdur bu məmləkətdə radio alsın. Radio almaq qədəğandır və edamı var. Bunu bilirik, tarix yazıbdır. Rıza Palani'nin dəsturu ilə hər kəs alınsa, radio istiri ala, gərək radionu xaricidən gətirirsə, gərək verə cümrükə, gedə dövlətə, dövlətdə gedə Şəhribaniyə, yəni o zaman Şəhribani deyirlər, polisə müraciət eləyə. Polis bu adamın dədəsi kimdir, nənəsi kimdir, bacısı, qardaşı, bunun siyasi fikri nədirdir, dini fikri nədirdir, bunların hamısını düşünəcək dövlətin ziddinədir deyil. Hangi radioya qulaq asacaq, nə zaman qulaq asacaq, nəyə qulaq asacaqdır, bunların hamısını biləndən sonra bu adama cavaz verir. Eyni bəqqallıq kimi gedirsiniz, cavaz alırsınız, eyni ev ki alırsınız, qəbalə alırsınız, eyni danışqahdan gedirsiniz, dərs oxursunuz, lisans alırsınız, radio almağa bizə lisans verirdilər, yəni bir cavaz verirdilər. Lisans yəni cavaz. Cavaz verirdilər. Biz o cavazın əsasında gətirirdik. Həmsayamız gedirdi ki, İnsaf Əlinin radiosu var. Polis gəlirdi, tuturdu, tutanda deyirdim ki, mənim cavazım var. Dövlət baxır, deyirdi, oldu, sən dövlətin məmursan. Gedirdi. Necə ki, bir müddət ruznamələri tuturdular. Hər kəsdə ruznamə olsaydı edam edirlər. Necə indi, məsələn, inqilabdan sonra onlar işi sindiləri məncəlik adlarına gəlir. Bəzi ruznamələri adamlarda tutsaydılar, bəzi şəbnamələri, agəhiləri, elamiyələri adamda tutsaydı edam edirdilər. İnqilabdan sonra. Xumeyni dövründə edam edirdilər.
Ələn də sizdə, məsələn, Mücahidin Xalqin ruznaməsi çıxsa, ya bir çap qruhun ruznaməsi tutsa, ya bizim Günaz TV-nin siz web saytın print eləyəsiz, yayasız tutsaz, zindanı var. Ələn də sizə zindan verirlər. CD-nin qabağında durdular. Sonra mahvarə gəldi, mahvarənin qabağında durdular. Sonra internet gəldi, internetin qabağında durdular. İndi mahvarəyə qədər və internetə qədər yox. İnternetə qədər dövlət eləyib, mahvarəyə qədər dövlət eləyə bilir, kontrol etsin. İran dövləti ya 3-cü dünyada inkişaf tapmamış dövlətlər eləyə bilirlər, sansur eləsinlər. Yəni desinlər nə istəyirəm, nə istəmirəm. İstəmədikləri kitabda, ruznamədə, məcəllədə, radioda, televizyonda, sinemada, teatrda gəlmirdi. Hər nə dövlət icazə verirdi, o gəlirdi. Sansur yəni bu. İndi mahvarə gələndən sonra xaricədə olan müxaliflər və xarici dövlətlər eləyə bilirlər mahvarə vasitəsilə gələlər içəriyə. İran dövləti və 3-cü dünya dövlətləri, inkişaf tapmamış dövlətlər istəmirlər insanların zehni dövlət dediğindən başqa olsun. Nə oldu? Qabağını bağladılar, qoymadılar gəlsin. Ki içəridə mən istəyirəm hamı mən dediyim kimi müsəlman, mən dediyim kimi İranlı, mən dediyim kimi fars olsun. Mən deyəndə ölsün, mən deyəndə diri dirilsin. Mən deyəndə ki Əraq düşməndir, desin düşməndir. Mən deyəndə Ərəbistan düşməndir, desin düşməndir. Mən deyəndə filan yer dostdur, desin dostdur. İndi xaricdən mahvarələr eləyə bildilər gələnlərə. Fransa göndərdi, Amerika göndərdi, ora göndərdi, bura. Əlbəttə radioda da bu var idi. Elə bu da bir müşkül idi. Hey, parazit atırdılar, falan elədilər, dövlətlərlə danışırdılar. O dövlətləri, məsələn BBC-ni ya Amerikanı ya oranı danışırdılar ki, bizim siyasətlərimizdən himayət eləyin. Və bizim siyasətlərimizin ziddinə getməyin. Bilirsiniz ki, İnqilab 57-də olan inqilab dedikləri bir şey o zaman oldu ki, BBC və Amerika səsi, Amerika dövlətinin radiolarının səsi İran ziddinə, İranın dövlətinin ziddinə çalışmağa girdi. O zaman da bir inqilab oldu. Yəni insanlar taza bir səs eşitdilər. Taza səs eşitdikçə inqilab oldu. İran Cumhuri İslamisi bunu bildi. Onun üçün gəldi radioları parazit eləməyə, televizyonları parazit eləməyə, mahvarə ilə, CD ilə, hamısı ilə müxalifət eləməyə gəldi internetə. İnternetdə daha bu dövlət deyil ki, Amerika dövləti deyil. Daha bu Avropa dövlətləri deyil. Daha bu Rus dövləti deyil. Daha bu Çin dövləti deyil ki, radiosu ilə gəlsin, televizyonu ilə, mahvarə. İndi cənabınız orada oturmusunuz, mən burada. İnsanlar fərdi danışa bilirlər, fikirlərini gətirə bilirlər. İndi içəridə individual, yəni tək-tək insanlar tək-tək eləyə bilirlər, zehinlərini dəyişsinlər. Daha dövlətin əlindən çıxıbdır ki, dünyanəcən sənə ruznamə ilə mətbuatına deyirdi. Nə qədər internet çox olursa, o qədər, nə qədər radio çoxdur. Aha, indi bunu deyəcəyim. Sazman-ı Miləlin dediyinə əsasən, UNESCO-nun, məsələn, hər millət ki orada, hər 100 nəfərdə 80 dana radio ola, geri qalmış millətdir. 95 dana ola, getmiş inkişaf halındadır. 118 dana, 120 dana olanda ki, yəni hər adam bəzən, hər bir adam, yəni bir ailədə 2 radio var, bu yəni inkişaf tapmışdır. İndi radio dövrəsi təqribən geçir. İndi deyirlər ki, hər kəsin əlində, evində televizyon, 100 və 100-dən çox, çünki salonda və otaq xablarda, yataq otaqlarında televizyon olmalıdır. Yəni, və televizyonlar isqahları mühümdür. İndi İranda deyək ki, 4 dana, 5 dana, 10 dana, 15 dana televizyon isqahı var. Önəm deyil. O zamandır ki, mahvarədə bir 8.000 dana, 16.000 dana televizyon kanalı var. Sənin seçmə haqqın var. Mühüm deyil ki, dilin düşünürsən. Mühümdür musiqisinə qulaq asın, güzel fərqli musiqi var. Tarixə qulaq asırsan, müstənəd filmlərə baxırsan, cəngi filmlərə baxırsan, məmuli filmlərə baxırsan, məsələn, deyək, İranda deyirlər qeyri əxlaqi filmlərə baxırsan. Bunlar filmdirlər, bunlar sənə yaşayışın fərqli olduğunu göstərir. Sən görürsən ki, insanlar ayrı cürə aşiq ola bilirlər, ayrı cürə yaşaya bilirlər, ayrı cürə şey eləyə bilirlər, ehtiyacı yoxdur, mənim buradan ələngum ola, mənim ehtiyacı yoxdur, başımda gözümdə teyxə qızıl ola, mənim şəxsiyyətim qızılıma deyil, cibimə də deyil, mənim şəxsiyyətim düşüncəmədir. Mütəvəccüh olursunuz. İnternet bizi individualitiyə aparır, fərdiyyətə aparır. Hər nə qədər internetin sürəti çox olursa,
Hər nə qədər biz burada filtr olmazsa, o qədər bu məmləkətdə azadlıq var, o qədər bu məmləkətdə hüquq var və o qədər insanlar fərdiyyətlərinə, təkliklarına, unikliklarına, münhəsir bir fərd insan olmaqlarına, baxın, bizim barmağımızın ucunun əlamət vursaq, dünyada heç kəs bizə bənzəmir. Fikrimiz də buna taydı, əxlaqımız da buna taydı, cismimiz də buna taydı. Düşüncəmiz də, gülmağımız da, ağlamağımız da, tamamilə əsasında biz unikik. Heç kəs dünyada mənə tay və heç kəs sənə tay deyil. Sən də dünyada təksən, mən də dünyada təkəm. Heç kəs. Xəbər araçları nə qədər çox olarsa, indi buranı deyirəm, nə qədər xəbər araçları, xəbər vəsiləsi, xəbər almaq və xəbər vermək. Dünyada xəbəri fəqət alırdınız. Yəni bir ruznamə, bir kitab, bir mədrəsə var idi. Siz gedirdiniz ora, bir müəllim, bir kitab oxurdu, bir ruznamə bir yerdən çap olurdu, gəlirdi, bir radio, bir mərkəzdən yayılırdı. İndi siz özünüz də qoşulursunuz internetdən. Yəni özünüz yaza bilirsiniz, yaya bilirsiniz, danışa bilirsiniz. Və siz özünüz bir mərkəzə çevrilirsiniz. Ki, dünya sizin səsinizi eşitsin. O birisi adamlar sizin səsinizi eşitsin. Buna deyirlər araç. Yəni bu günləri cənabın araçsan, xəbər aracısan. Həm özün xəbər verə bilirsən, həm ala bilirsən. Mütəfavit. Eləyə bilirsən ki, deyəsən mən İran radiosuna qulaq asım, yox asmıyım. Hangi hədəfinə qulaq asıram? Baxın, hədəf əsasında daha dövlət deyil ki, sizə hədəfi təhmil edir. Sizsiz ki, hədəf əsasında medianı seçirsiniz. Radio, mən indi bu sayta baxım, ya baxmayayım. Web saytın, weblogun, sosial şəbəkələrin olmasının və çox olmasının hər nə qədər çox olursa məmləkət inkişaf edir. Baxın, bu günləri dünyada bu telefon internetdir, kompüterdir, iş mərkəzidir. Mən yəni bununla işləyirəm. Mən çox yerə müsafirətə gedəndə 6 ay müsafirətə gedirəm. Məsələn, dədənənəmi görməyə. Bu telefonla işləyirəm. Bundan mühasibatı riyazi edirəm. Amar oxuram, xəbər oxuram, təhlil oxuram, təhlil yazıram, təhlil edirəm. Hətta indi sizlərlə danışıram, ailə adamlarla danışıram. Yəni, indi bəzi adamın inkişaf tapmış məmləkətlərdə 2 dana var idi. Bəzi adamın bunda 2 dana sim kartı var. Bəzi adamın 1 dana var, amma tamamı işlərini bundan görür. Yəni, özü ilə danışdırır, daşınır. Bu danışqahdır, burada dərs oxur. Bu bunun danışqahıdır, bu bunun... Mən 1-2 dəqiqə sizə zərfırım. Bu bunun danışqahıdır, bu bunun mədrəsəsidir, bu bunun ruznaməsidir, məcəlləsidir. Hər şey buradadır. Daha seçimi də, haqqı seçimi var. Yüzlər min. Mən indi 4 dil bilirəm. 4 dildə gəlirəm burada, search edirəm bir şeyi. Görürəm İranlılar nə cür yazıblar. Görürəm farslar yəni. Farslar nə cür yazıblar, türklər nə cür yazıblar, bizim türklər nə cür yazıblar, ərəblər nə cür yazıblar, bəluçlar nə cür yazıblar, ingilislər nə cür yazıblar. Bunları bilirəm. Görürsünüz, dünyada mən daha çox. Hər yerdə bu imkan çox olursa, ora inkişaf tapıbdır, hər yerdə tapmayıbdır. İndi bunun da əsasında xəbər yazacağıq, bunun da əsasında xəbəri yetirəcəyik. 1 saat 18 dəqiqə 14 saniyədir ki, sizə mən danışıram. Çox sağ olun, təşəkkür edirəm. Bir qısa aradan sonra xidmətçi olacağım. Sağ olun.